Herkese salam. Azvaqin YouTube kanalına xoş gəlmisiniz. Bugün sizinlə iş müsahibəsində yol verilən səfər haqqında danışacağıq. Mənə fərq etməz, mən hər işi görə bilərəm. Bu ifadəniz sizdə daha qeyri-ciddi təəssürat yaradır. Bu sahədə bacarıqlarımı göstərə biləcəyim, ifadə edə biləcəyim bir vəzifəni hədəfləyirəm desəz daha yaxşı olar. Keçmiş rəhbərimlə yola gedə bilmirdik. Bu ifadəni demək sizin haqqınızda mənfi təəssürat yaratmağa səbəb ola bilər. Əvvəlki təcrübələrim mənə ünsiyyət sahəsində vacib dərslər qazandırdı desəz, daha məqsədə uyğun olar. Daha sonra, saat neçədə çıxırıq? Bu ifadə olduqca yanlışdır. Bu isə ilk müsahibədə bu sual verildikdə işin özündən çox saatlarla maraqlandığınıza dair bir təəssürat yarada bilər. Əvvəlcə maaşı danışın. Bunun yerinə vəzifə haqqında məlumat aldıqdan sonra əmək haqqı detalları barədə danışmaq istərdim desəniz daha yaxşı olar. Əks təqdirdə prosesi tələsdirmək niyyətinizdə olduğunu düşünə bilərlər. Başqa yerlərdə də müsahibəm var ifadəsi də olduqca yanlış ifadədir. Müxtəlif imkanları dəyərləndirirəm, lakin bu vəzifə mənim üçün kifayət qədər maraqlıdır desəniz, sizi tələsik qərar verən biri kimi tanımazlar və sizdə çox yaxşı bir təəssürat yaradar, sizi zəif namizəd kimi görməzlər. İş müsahibəsində fərq yaratmaq üçün Azvaqin kanalını izləməyi, kanala abunə olmağı və bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.